izləyicilər, AR24-ün efirində iş vaxtı ilə qarşınızdayıq. Xoş gördük hər birinizi. Bir saat ərzində ölkədə və dünyada baş verən proseslərlə bağlı ən son dəqiqə xəbərlərini diqqətinizə çatdıracağıq. Dəyərli izləyicilər, Livanda da əməliyyatlar davam edir. İsrail bu ərazidə indiyə qədər keçirdiyi ən böyük əməliyyatları tətbiq edib və yüzlərlə insanın öldüyü ilə bağlı ən azından bu gün ərzində belə bir informasiya da gəlib. Əslində İsrailin fikri nədir, məqsədi nədir? Livanla bağlı İran da xəbərdarlıq etdi ki, bu hücumlar davam edərsə biz atəşkəsdən çıxarıq deyildi. Proseslə bağlı bir araşdırmamız da var. Belə ki, artıq qeyd etdik. Benyamin Netanyahunun ofisinin yaydığı açıqlamalardan görünür ki, ABŞ və İran arasında elan edilən atəşkəs bütün regionu əhatə etməyəcək. Söhbət məhz Livandan gedir. Bəs atəşkəsin Livan istiqamətinə şamil olunmayacağının səbəbləri nələrdir və nəticələrlə bağlı ehtimal olunan hansı ssenarilər var? İzləyək. ABŞ və İran arasında əldə olunan 2 həftəlik atəşkəs Livana şamil olunmayacaq. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi açıqlama yayıb. Hökumət başçısının dəftərxanası bunu ABŞ prezidentinin zərbələrin dayandırılmasını elan etməsindən bir neçə saat sonra yaydığı bəyanatda bildirib. Bu o deməkdir ki, yaxın şərqdə hərbi siyasi balans hələ də parçalanmış vəziyyətdədir və lokal razılaşmalar ümumi sabitlik anlamına gəlmir. Xüsusilə Livan istiqamətinin bu razılaşmadan kənarda qalması İsraillə Hizbullah arasında onsuz da həssas olan xəttin daha da gərgin olaraq qalacağını göstərir. Analitiklər deyirlər ki, İran və Hizbullah arasında yaxınlıq olsa da bu birbaşa idarə etmə demək deyil. Hizbullahın müstəqil hərəkət imkanları İsrail tərəfindən ayrıca təhlükə kimi qiymətləndirilir. Məhz bu səbəbdən də Təl-Əviv Livan istiqamətini atəşkəsdən kənar saxlayır. İran Hizbullah ilə iltisaqlı və proksi qüvvət şəkli ilə bir-birlərini dəstəkliyor olsalar da doğrudan emir komuta zinciriyle birbirine bağlı olmadıkları da unutulmamalıdır. Hizbullah kendine göre stratejileri olan, kendine göre hareket serbestisi olan ancak İran tarafından desteklenen bir örgüt olsa da İsrail bunu kendi güvenliği açısından ayrı bir tehdit olarak algıladığından hareketle Hizbullah üzerinden Lübnan'a harekatlarını devam ettireceğini ve ateşkes kapsamında olmadığını açıklamıştır. Digər tərəfdən ekspertlərin fikrincə əslində elə Livanın İranla eyniləşdirilməsi düzgün yanaşma deyil və bu ölkənin daxilində formalaşan təhlükəsizlik reallıqları fərqli çərçivədə qiymətləndirilməlidir. İsrailin narahatlıqları müəyyən mənada bu lokal faktorlarla bağlı olsa da, mövcud gərginlik fonunda hərbi eskalasiya riski daha geniş nəticələr doğura bilər. Məhz buna görə də hazırki mərhələdə güc nümayişindən çox siyasi dialoq kanallarının açıq saxlanılması və diplomatik həll yollarına üstünlük verilməsi region üçün daha rasional və uzunmüddətli baxımdan daha təhlükəsiz seçim kimi qiymətləndirilir. Məsələ ondan ibarətdir ki, Livan doğrudan da İran deyil və orada ola bilsin ki, İsrail dövlətini narahat edən müəyyən məsələlər vardır. Bütün hallarda indiki gərgin vəziyyətdə, xüsusilə yaxın şərqdə olan gərginlik fonunda hərbi əməliyyatları, hərbi zərbələri deyil, danışığı, müzakirəni, diplomatiyanı müdafiə eləmək daha doğru addım olardı. O yolu seçmək daha doğru addım olardı. Əslində bu vəziyyət bir daha göstərir ki, yaxın şərqdə hər hansı atəşkəs yalnız kağız üzərində əldə olunmaqla kifayətlənmir. Onun real təsiri tərəflərin maraqlarının hansı dərəcədə uzlaşmasından asılıdır. Livanın bu çərçivədən kənarda qalması isə onu deməyə əsas verir ki, bölgədə tam sakitlikdən danışmaq hələ tezdir. Nəticə olaraq 2 həftəlik atəşkəs qısa müddətli nəfəs alma fasiləsi kimi qiymətləndirilə bilər, amma regionun müxtəlif nöqtələrində paralel gərginlik ocaqları qalmaqda davam etdiyi üçün bu cür razılaşmaların uzun müddətli sabitliyə çevrilib çevrilməyəcəyini növbəti addımlar göstərəcək.